Axşamınız xeyir. R24'də xəbərlərin 19 buraxılışı ilə qarşınızdayıq. Studiyada Vəfa Təyyar qızıdır. İndi isə daha ətraflı. Amerika Birləşmiş Ştatları Venezuelaya qarşı təzyiqləri artırır. Belə ki, Birləşmiş Ştatlara məxsus F-35 qırıcılarının artıq Venezuela sahillərinə yaxınlaşdığı deyilir. Bunu ölkənin müdafiə naziri dilə gətirib, uçuşların nə vaxt baş verdiyinə dair hər hansı məlumat açıqlanmasa da bu tərəflər arasındakı gərginliyin pik həddə çatdığını işarə edir. Bəs iki ölkə arasında qarşıdurma yaşanarsa, Karakasın müttəfiqləri hansı addımlar atacaq? Venezuela ABŞ ordusunun eskalasiya təhlükəsi ilə üz-üzədir. Çünki artıq narko kartellərə xidmət edən gəmilərlə yanaşı, ölkənin hava məkanı da təhdid altındadır. Belə ki, Amerikaya məxsus 5 döyüş təyyarəsinin Venezuela sahilləri yaxınlığında aşkarlandığı deyilir. Onların nə dərəcədə təhlükə yaradıb yaratmadığı məlum deyil. Lakin Venezuelanın müdafiə naziri prezident Nicolas Maduro'nun cavab tədbirlərinə dair təlimat verdiyini qeyd edib. Pentagonun isə mediada yayılan xəbərlərlə bağlı şərh verməməsi Karakasın iddialarına bir növ doğruldur. Ancaq hadisələr daha çox eskalasiyaya işarə etsə belə fərqli ssenarilərdə müzakirə olunur. İddialara görə Ağ Ev Amerikanın Venezueladakı populyarlığını nəzərə alaraq müharibə aparmaq əvəzinə daxildə çevriliş ssenarisini nəzərdən keçirə bilər. Bu Amerika siyasi elitasının 2-ci İraq ssenarisinin təkrarlanmasını istəməməsi kimi də izah olunur. Amerika Birləşmiş Devletleri'nin 2003 yılında Irak petrollerini hedefleyerek oraya müdahalesi örneğinde olduğu gibi bugün Venezuela'ya da bir müdahale ederek Venezuela'nın petrollerine egemen olma hedefleri olduğu da iddia edilmektedir. Aynı zamanda Amerika Birleşik Devletleri uyuşturucu kartelleriyle mücadele etme bahanesiyle Güney Amerika bölgesinde Çin ve Rusya'nın nüfuzunu kırma hedefleri olduğu da görülmekte ve anlaşılmaktadır. Venezuelaya ehtimal olunan hücumun qlobal sferada gedən gərginlikləri artıracağı da istisna olunmur. Söhbət Maduro'nun müttəfiqləri Çin və Rusiyanın məsələyə necə reaksiya göstərəcəyindən gedir. Belə ki, eskalasiya cəhdi beynəlxalq hüququn artıq qüvvədən düşdüyünə dair fikirləri gücləndirəcək və həmin mövqedən çıxış edən ölkələrə isə stimul verəcək. Beləliklə, Kremlin Qərbin də müdaxilələri artırdığını əsas gətirərək bununla öz addımlarına haqq qazandırması qaçılmazdı. İkinci növbədə Venezuelanın əsas müttəfiqi olan Çin də bu situasiyadan istifadə edə bilər. Sözü gedən ssenari Pekin üçün Tayvan məsələsində fürsət kimi izah olunur. Yəni Rusiya və Çin Cənubi Amerika sahillərinə qoşun göndərərək Maduro üçün Birləşmiş Ştatlar ordusu ilə savaşmayacaq. Amma iddialı olduqları bölgələrə hücumlar gerçəkləşdirərək öz mövqelərini gücləndirəcəkləri mümkün ehtimaldır. Ola bilər ki, Çin hansısa məsələlərlə bağlı bu məsələlərdə reaksiya bildirsin. Ancaq bütünlükdə götürdükdə isə yəqin ki bu istiqamətdə biz yaxın ayda ABŞ-ın ciddi hansısa ya həmləsinimi ya yaxud bir hücum xarakterli uçuşlarının da şahidi ola biləcək. Görünür, belə bir ssenari hazırki dünya nizamının tamamilə dəyişməsinə də yol aça bilər. Söhbət Amerika Birləşmiş Ştatlarının uzaq şərqdə artan fəaliyyətləri Çinə yaxın olan ölkələrdə hökumət çevrilişinə dair ehtimallardan gedir. Bu baxımdan mümkün ABŞ Venezuela qarşıdurmasının 3-cü dünya müharibəsinə də səbəb olacağını demək mümkündür.